Salam əziz şagirdlər və hörmətli valideynlər. Zəkalı addımlar kanalıma xoş gəlmisiniz. Bugün sizinlə monitoring imtahanlarında tez-tez qarşımıza çıxan məntiqimizi işə salmalı olduğumuz maraqlı bir riyazi məsələnin izahına baxacağıq. Qarşımızda 4 şagird var. Nərmin, Nuray, Eldar və Rəsul. 4 şagirdə ölçüsü eyni olan karton verdilər. Nərmin kartonu 8, Eldar 13, Nuray 9 və Rəsul 5 bərabər hissəyə böldü. Hər şagird bir hissəsini rənglədi. Buna əsasən hansı şagirdin rənglədiyi hissə digərindən böyükdür? Baxırıq ekrana. Sağ tərəfdə burada sizə kartonları və onların hissələrə bölünməsini vizual olaraq göstərmişəm. Baxın, bu bizim kartonumuzdur. Mavi rəngli kartondur. Fərqi yoxdur. Nə rəng istəyirsiniz ola bilər. Mavi rəngli kartonu Nuray 9 hissəyə bölüb. Baxın, görürsünüz 9 hissəyə bölüb. Bərabər hissəyə. Eldar 13 hissəyə bölüb. Nərmin 8 hissəyə bölüb. Rəsul isə 5 hissəyə bölüb. İndi sizə sual verirəm. Sizcə bir kartonu 5 yerə böləndə hissələr daha böyük olar, ya 13 hissəyə böləndə. Təsəvvür edin ki, eyni böyüklükdə bir tortumuz var. Tortumuzu 5 nəfər arasında böləndə dilimlər daha qalın və böyük olar. Amma 13 nəfər arasında böləndə dilimlər çox nazik, yəni kiçik olar. Kəsirlərdə məxrəc kiçildikcə, yəni bölmə sayı azaldıqca hissənin özü daha böyük olar. Bizdən hansının rənglədiyi hissənin daha böyük olduğunu soruşur. Rəsul ən az hissəyə bölən Rəsuldur. Baxın, Rəsul 5 hissəyə bölüb. Deməli, Rəsulun 5 hissəyə bölüb. Deməli, Rəsulun parçası, karton parçası hamısından daha böyükdür. Görürsünüz, qalındır. Eyni tortdakı kimi. Beləliklə doğru cavab D variantıdır. Yəni, Rəsulun 5 bərabər hissəyə böldüyü və rənglədiyi karton. Gördüyünüz kimi, monitoring tipli məsələlər əslində çox sadədir. Tək ki, biz məntiqi qura bilək. Videonu bəyəndinizsə, dostlarınızla paylaşmağı unutmayın. Növbəti maraqlı tapşırıqlarda görüşənədək. Hələlik!